Salam, hörmətli şagirdlər, gələcəyin tələbələri. Güvən nəşriyyatı 2024-də olan növbəti bir bölmənin izahını veririk. Bu bölməmiz trigonometri funksiyalardır. Çalışdığımız qədər dünəndən başlayaraq bir bütün bölmələrin izahını verəcək. Harada qalmışızsa oradan. İndi trigonometri funksiyalar deyirik. Birinci sual, radian ölçüsü pi bölü 4 olan bucağın dərəcə ölçüsünü tapın. Dərəcə ölçüsünü tapmaq üçün pi bölü 4'ü vururuq 180 bölü pi'ye. Veyahut da ki başka cür kısa değer pi'nin yerine 180 koyuyoruz. 180 bölü 4 o deyirik 45 derece. Bireci. 2'de yine radyan ölçüsü 2 bölü 3. Ya 180 bölü pi'ye vururuz. Ya da ki pi'nin yerine bir başka 180 koysak aynı şeydir. Pi'nin pi 7 180 3 60. 2 vurak 60 o deyirik 120 derece. 2'ye de 3'te 72 derece bucağı radyanı ifade et. Dereceden radyana geçmek için pi bölü 180'e vururuz. 180'den 72 36'ya evet 2'ye ixtisar yaparak 90 36 bunda ixtisar yaparak 9'a 10'da 4 10'da 4 pi 10'da 2 ixtisar yaparsak 2 bölü 5. 3'e B varyantı. 4'ün sağ 150 derece bucağı radyanı ifade edin. 150 bırak yine pi bölü 180. Kaydadı bu. Sıfırlar pozdu. 15'ten 18 3'e gelir. 6'da 5 pi. 4'e varyantı. 5. Aşağıdaki bucakların hansı 3. rübün bucağıdır? Ümumiyyətlə rüblər saat əqrəbin əksi istikamətinə gedir. Yazmışsın deyə 0 derece. Bura 90 derece. Bura 180. Bura 270. Təzədən bura gəlir 360. Ve 360'dan böyükləri neyinir? 360'dan böyükləri bölür 360'a qalğın götürür. 4 əşləri bölür 360'a. 1 qalıq 120. 120 gelir ikinci bölüşür. Bu değil. Sonra 590 bölür 360'a. 1 qalıq eləyir 230. 230 da geçiyor 3. rübə. Bəli değil mi bura? 10 göz cevap 5'in oldu. B varyantı. 6'da aşağıdaki bucakların hansı 4. rübün bucağıdır? Evvelce çevre en rahat olsun. Pi bölü 6 pi'nin yerine 180 koyaq. 30 derece bu birinci rüb bu gitti. 2 bölü 3'te 2 bırak 180 bölü 3. Biri 120 ikinci rüb gitti. 6 pi 6 bırak 180 bölü 5. 5'lerden 5 gelir. 36 altında vurup 36'ya 216 iler. Üçüncü rüb gitti. 7 bölü 4. 7 bölü 180 bölü 4. 7 bölü 45 35 28 315 derece bu 4. rübde. 6 7 varyantı. 7 AB 20 AC 16 bucak ASB 90 A bucağının kosinüsünden. Kosinüs alfa bitişik katetin yani AS'nin AB'ye. Yani 16'nın 20'ye. O da ixtisar gelir 4'e 4 bölü 5. Yani 0'dan 10'da 8. 7 varyantı. 8'de AB 10 AC 8 sinüs alfanı soruşur. Sinüs alfa beraber karşı katetin BS'nin AB'ye. Bir de BS yoktu. BS'nin hesabı. BS'nin kvadratı Pisagor teoremi. Üste göre AC'nin kvadratı beraber de AB'nin kvadratı. Buradan da BS'nin kvadratı beraberdir. AB'nin kvadratı 10'un kvadratı çıkar 8'in kvadratı. BS kvadrat beraber 100'den çıkar 64'ün 36 BS 6. Onda olur 6 bölü 10 o da 0'dan 10'da 6. 8'de C varyantı. 9 sal AB 10 AC 8 tangens soruşu. Beta buradan tangens. Tangens beta karşı katetin AC'nin beta'nın karşısına AC'nin biçik kateti BC'ye. Yine BC'nin tapı olsun yine. BC'nin kvadrat beraber hipodonuzdan çıkır katetin kvadrat. Hipodonun kvadrat. Bu değil 36. BC değil 6. Bu değil 8 bölü 6. 4 bölü 3. 9'da B varyantı. 10'un sual. AB 16 bir başa bilməli hesablamadan deməli ki 6 10 olanda aşağı olur neçə? 8. 8 6'ya göre Pisagor ədədlər var 10 eləyir.
ve bizden kotangiz bitti. Kotangiz bitti bitişik katilin yani B'sinin A'siye karşı katili 6'nın 8'e 4'te 3. Onu da varyantı. Keçək 11'e bucaqların qiyməti sinüs 30 dərəcədə 2'də 1, kos 60'da 2'də 1, tangent 45'də 1'in kvadratı. Bu dedik 1 plus 1, 2'nin kvadratı 4. 11'e de varyantı. 12 qiymətləri kos 30'da kök altı 3 bölü 2, sinüs 60'da kök altı 3 bölü 2, tangent 30'da kök altı 3 bölü 100, kotangent 60'da o da kök altı 3 bölü 3. Böyle 2'de 2 kök altı 3. Bunlar gelir. Üste gerek 3'te 2 kök altı 3. Bunun məxrəci 1'dir. 3'e getirin 3 kök altı 3. Üste gerek 2 kök altı 3. Bu deyir 5 kök altı 3 bölü 3. 12'ci. 13'ünü sal. Funksiyanın en büyük qiymətini tapın. Yadınızda saxlayın. A sinüs kx plus b, a kosinüs kx plus b olanda ümumiyyətlə sinüsün və kosinüsün en büyük en kiçik qiymətlər çoxluğu mənfi 1 parçasıdır və əmsalı solundakı əmsalı 1'e mənfi 1'e vururuq. Yəni 2'ni vururuq 1'e 2, 2'ni vururuq mənfi 1'e mənfi 2. En büyük qiyməti 2. En kiçik qiymət sorsaydı mənfi 2. Bu qayda burada aid. Yenə qiymətlər çoxluğu 1'e 3'ü vururuq 1'e. 1'e 3'ü vururuq mənfi 1'e. Qiymətlər çoxluğu hər ikisi daxil. Mənfi 3, 3 parçası. 14'de B varyantı. 15'te kvadratı olan ise qaydadır bunun hamısı. Değer vesayetinde bunun hamısının kısa yolları var. Düsturları da var. Kvadrat olanın yerine ise mənfi olmadığına göre 0,1 qoyuruq yerine. Ve A'nı vurup solundaki əmsal. Yani 5'i vurup 1'e 0'a 0. 1'e de 5'i vurup 1'e 5. Qiymətlər çoxluğu 0,5 parçası. 15'e de 16'da tangent kvadratı 2x plus 7 plus 5 funksiyasının en küçük qiymətini tapın. Başladı. Tangent'te en büyük en küçük qiymət yoktu. Bu tangent'i gerek kosa getirir. 1 plus tangent kvadratı alfa eğimliğimiz var. Beraberdir 1 bölü kos kvadratı alfa. Buradan tangent kvadratı alfanı tapsam beraber 1 bölü kos kvadratı alfa çıxaq 1 edir. Yani bu misalın yerine mən yazıram ki 1 bölü kos kvadratı 2x plus 7 karşısına çıxaq 1 üstə gələk 5. Bu deyir bizə 1 bölü kos kvadratı 2x plus 7 üstə gələk 4. Və biz kvadrat onun yerine deyir 0,1 qoyuruq. 0 qoyulmalı və 0 tam neçədə olsa, məsələn 0 tam onda 5 olsa bu 2 olacak. Bizden en küçük qiymət soruşur. Yani burada maksimum 1 olabilir. Bak en çok 1. 1 plus 4. En küçük qiymət 5. Ders müəllim. Başka 0,5. Mesela 1 bölü 0,5 olsaydı. Bu 6 edir. Yani bize en küçük qiymət 5 alınır. 16 varyantı. 17 aşağıdaki funksiyaların hansı cür funksiyadır? Birbaşa qaydadır ki sinüs tək. Kosinüsdən başqa hamısı təkdir. Bir dənə kosinüs cütdür. 18 aşağıdaki funksiyaların hansı tək funksiyadır? Bunlar ise bir yoxlayacağıq. Necə yoxlayacağıq? Tək funksiya budur ki f mənfi x bərabər mənfi fx. Görək hansında mənfi keçəcək qarşıya. F mənfi x'i gəlin A variantını yoxlayaq. Sinüs mənfi x plus kosinüs mənfi x. Bu diye mənfi sinüs 2 üstə gəlir kosinüs x. Niye kosinüs x oldu? Cüt funksiyada mənfi itir. Ve bu da bize verir kosinüs 2 çıxar sinüs 2. Bu adi f mənfi x'te mənfi fx yaranmır. Yani burada mənfini çıxarsa mövcud qabağına ifadenin özü yaranmır. Yani sinüs x plus kosinüs x lazımdır. Mesela burada mənfini çıxarsa sinüs 2 çıxar kosinüs x edir, bu alınmır. Bizə plus olmalıdır. Bu getdi. B variantı. Yenə f mənfi x'i yoxlayırıq. Kosinüs mənfi x üstə gələk tangent mənfi x. Belə kosinüs x yenə çıxaq tangent x. Bu da alınmır heç cürə. Çünki mənfini çıxarsam tangent x çıxaq kosinüs x edir. Bizə plus olmalıdır.
C variantında if menfi x'i soruşsa tangis menfi x üste göre kotangis menfi x. Aha, bakın burada indi. Menfi tangis x çıxar kotangis x. Buradan menfi çıxarsam tangis x plus kotangis x kalır. Ve bu da bize C'ni verir. T funksiya C'dir. 18'de. 19'da en kiçik müsbət dövr y bərabərdir a sinus kx plus p. A kosinus kx plus p. Qiymətlər çoxluğunda 1 ilə -1'i a'ya vurdıq. Amma dövrdə isə 2 pi bölək sinus və kosinus isə modulda k. K da burada x'in qarşısındakı əmsal. T bərabər 2 pi bölək 4. Burada pi bölək 2. 19'da variantı. 20. sual. 20 aşağıdadır. Kotanges'te ise indi yazırım a tangens kx plus p. Qaydadır bu namız. A kotangens kx plus p. Bir de əlavə a sinüs kvadrat kx plus p. Bir de y bərabər a kosinüs kvadrat kx plus p. Bir ikisinde 2 pi bölək modulda kaydını. Bu dördünde t beraberlik pi bölək modulda kaydını. Bir tane 2 pi yok, pi var. Yani burada t beraberdir pi bölək 3 olur. 27 C variantı. 21. Birinci grupta azalan funksiyaları gösterin. Bir yoxlayıcı birinci funksiya. Azalan funksiya nədir? Birinci grupun bucağı 0,90. En rahatı bucaq qiymət verməkdir. Sinüs 0'dan 90 koy. Sinüs 0'da 0 alır. Sinüs 90'da 1 alır. Bu arttı. Artan bucaq verdim. Arttı kıymet. Demek sinüs olanlar artan fonksiyon birinci grupta artandı. Ona göre sinüs B, D, E gitti. Ya kaldı A ya C. Şimdi kosinüsü yokluyor. Kosinüs 0'da bakın 1 alır. Kosinüs 90'da 0 alır. Bu azaldı. Bir kosinüs her ikisine var. Kotanges'e bakalım. Kotanges 0'da tayin oluyor. İkinci grup kıymetine bak. Kotanges 30'da kök attı 100. Kotanges 45'te 1. Kök attı 3'te artan bucaq verdim azaldı. Bu azalan fonksiyadır. 21A. En rahatı bucaq verməkdir. 22'de 3. grupda artan fonksiyaları gösterin. 3. grup 180 270 alır. Yine mesela sinüsü yoklayacağım. Sinüs 180 artan fonksiyon. Sinüs 180 alır 0. Sinüsdəki 270 alır -1. Bucaq artsa qiymət azalır. Bu azalan fonksiyadır. Azalana göre B, D, E gitti. Qaldı kosinüs x hər ikisində var. Ta kosinüsü yoxlamıram. Birən qaldı kotanges və yaxud tangens. Kotanges 180. Biz belə bucaqlara bilməyəcəyik. Kotanges 210'u bilək. Kotanges 210, kotanges 30 deməkdir. Kök attı 100. 3. grupda kotangesin tangens müsbətdir. Kotanges obrisi 225 demək. Kotanges 45 demək. O da 1. Yenə baxın. Artan bucaq verdim. Azaldı bu. Azalan fonksiyadır. A gedir qalıcı variant. Ümumiyyətlə uşaqlar trigonometri funksiyaları bilmək üçün birinci çevirmələri bilmək lazımdır. Rüblərdə işarələri bilmək lazımdır. Ən vacib. Məsələn indi kimsə deyər ki, ay müəllim qayda öyrətmir. Mən qaydanı ayrıca mən dərslərimdə qayda onlayn qruplarımızda, fərdi qruplarımızda biz onları fərdi dərslərimizdə izah edirik. Bu qaydadır. Qayda bilən uşaq izahı başa düşür. Qayda bilməyən ümumiyyətlə bucaqları əzbər bilməlisən, rübləri bilməlisən, çevirmələri bilməlisən. Trigonometriyanı bu hissəsini bilmədinsə, trigonometriyanı bilməyəsən. Birinci onları ən gözəl də məsləhətim dəyər vəsaitindən öyrənməkdir. Gecə 23-cü suala sinüs 80, kos 160 və tangens 320 ədədlərinin işarələrini müvafiq arzu müəyyən edin. Sinüs 80 birinci rüb, sinüs 1-2-də müsbətdir. Kos 160 ikinci rüb, kosinüs 1-4'də müsbət, 2-3'də mənfi. Bura mənfi. Tangens 320. 4. rübdə tangens 1-2-1-3'də müsbətdir. Tangens, kotangens. 2-4'də mənfidir.
Müsbət, mənfi, mənfi. Hansı variantda var? C variantı 23'e. Hamısı qaydadır. 24. Sinüs 152 yenə işarələr soruşur. İkinci rüb sinüs 1-2 də müsbət. Kosinüs 85 birinci rübdə müsbət. Tangens 175 ikinci rüb mənfi. Kotangens 240 üçüncü rüb müsbət. Müsbət, müsbət, mənfi, müsbət. 24-cü. 25. Ədədlərini müqayisə edin. Birinci sinüs 25, kosinüs 25, kotangens 25 dərəcə. Hər bir birinci rübdür. Artan azalanlarına baxırıq. Bax sinüsün artan azalandan başqa. Elə bildiyimiz bucaqlar müqayisə edin. Sinüs 25'i biz bilmirik. Sinüs 30'u müqayisə edək. Kosinüs 30'u. Bir də kotangens 30'u. Bu ne yapsa 25 30'da 30'lar değindi. Sinüs 30 2'de 1. Yani 0'dan 10'da 5. Kosinüs 30 kök attı 3 bölü 2. Təqribən 1 tam 10'da 7 bölü 2. Bu da 0'dan 8 neçə edir? Kotangens 30'da da kök attı 3. Bu da təqribən 1 tam 10'da 7 çıxır. En böyük demək C'dir. Ondan sonra B'dir. Ondan sonra C böyüktür B'den. O da böyük adım. 25. variantı. 26. Sinüs 5, tangens 5, tangens 6. Burada birinci tangesden müqayisə edək. Sonra sinüsden müqayisə edək. Birinci rübdə tangens 30, tangens 45. Tangens 30'da kök attı 3 bölü 3, tangens 45'te 1. Bu 0 tam neçə edir? Bu 1. Bucaq artsa qiymət də artır. Artan funksiya olduğuna görə tangens 6, tangens 5'dən böyükdür. Demək B böyükdür C-dən. B böyükdür C-dən. Gəldik ikinci nəyə? A'ya baxaq. Sinüs 5 ilə, sinüs 30 ilə mən tangens 30'u müqayisə edirəm. Oradan biləcəm hansı böyükdür, hansı kiçikdir. Sinüs 32'də 1, tangens 30 kök attı 3 bölü 3. Bu da 1 tam 10'da 7 bölü 3 deməkdir. Təqribən bu da 0'dan 5, 5, 5 neçədir? Bu da tangensin qiyməti sinüsdən böyükdür. Ona görə ən böyüyü sinüs 30'dan tangens 30. Demək tangens 5, sinüs 5'dən də böyükdür. Demək C A'dan böyükdür. Ona görə cavab nə olur? B variantı. A C'dən kiçikdir, o da B'dən kiçikdir. 27. Aşağıdakilərdən hansılar doğrudur? Mən ümumiyyətlə belə bir qayda deyirəm uşaqlar həmişə dərslərdə sinüsdən kosinus və tangesdən kotanges. 90 dərəcəlik qardaş deməkdir. 90 dərəcəlik belə deyək, qardaş demək. Yəni necə? Sinüsün 25'i kosinüsün 65 deməkdir. Yəni 90'dan 25 çıxanda 65 edirsə, sinüs 25'də aldığı qiymət kosinüs 65'də aldığı qiymətdir. Çünki cəmi 90 edir. Bu bir düzdür. 2 də sinüs 35'dəki qiymət kosinüs 65 deyil. Kosinüs 55'dəki qiymət olmalıdır. Bu səhvdir. Çünki ikisinin cəmi 90 eləmir, 100 edir. 3'də kosinüs 55, sinüs 35. Cəmi 90 elədiyindən bu düz, 3 düzdür. 4'də kosinüs 80, sinüs 20 yox, sinüs 10 eləməliydi. Demək 1-3 doğru. 27. variantı. 28. Kosinüs 300 dərəcəni hesablayın. Bunun ən rahat yolu. Çevirmə düsturun. Kosinüs 300 neçənci rübü? Biz birinci bunu bilməliyik. 4-cü rübdə kosinüsün işarəsi müsbət. Demək biz cavabları müsbət axtarmalıyıq. B, D, E getdi. Ya adı ya C'dir. Kosinüs 300 dərəcə bizə kosinüs 360'a yaxındır. Kosinüs 360 çıxaq 60 deməkdir. Bu da 4-cü rüb olduğuna görə 360'da ad dəyişmə olur. Kosinüs 60 o deyir 2'də 1. 28'ə A. 29. Tangens 210. Birinci rübünə baxırıq. Tangens 210 üçüncü rübdür və müsbət. Bizə müsbət cavablar lazımdır. Ona görə E variantı naxal gedir. Tangens 210'u da yazıram 180 plus 30 kimi və 180 360'da ad dəyişmə olur. Tangens 30'un qiyməti. O da kök attı 3 bölü 3. 29'da B variantı 30. Sinüs kvadrat alfa plus kos kvadrat alfa bu bize 1 verir. 1 plus tangens kvadrat alfa. Bu da yayınlığı 1 bölü kos kvadrat alfa. Düsturu bilen yazacak. 30'a B variantı. 31 kotangens alfa. Bunu bilen vurup açsaq. Kotangens alfa vuraq tangens alfa. Üste gerek kotangens alfa vuraq sinüs alfa.
Bırak 1 çıxaq kos alfa. Bu oldu kim qalsın. Kotangesi alfa, tangesi alfa bu bize 1 verir. Eğimli plus. Kotangesin yerine kosinüs alfa bölü sinüs alfa yazsın. Bu da bir gelir. Qalıb 1 plus kosinüs alfa böyle vuraq 1 çıxaq kosinüs alfa. Bu da bize muhtasar vurma soru. 1 çıxaq 1'in kvadrat çıxaq kos kvadrat alfa verir. Bu da bize sinüs kvadratı alfa verir. Hardan alınır? Çünkü kvadratlar cəmi sinüsdən kosin kvadratlar cəmi bize verir 1. Cevap ne elədi? Sinüs kvadrat alfa. 31 A variantı. 32. Sinüs kvadrat alfa üstə görə 2 kos kvadrat alfa. Onu yuxarıda biri parçalayaq. Sinüs kvadrat alfa. 2 kos kvadrat alfanı parçalayalım. Kos kvadrat alfa üstə görə kos kvadrat alfa. Çıxaq 1. Aşağını 1 çıxaq kos kvadrat alfanın yerine yazıram sinüs kvadrat alfa. Bir yenilikten çıxaq 2 sinüs kvadrat alfa. Yuxarıda bu ikisini cəm 1 eləyir. 1 plus kos kvadrat alfa çıxaq 1. Aşağı deyir mənfi sinüs kvadrat alfa. 1 ilə də 1 gedir. Qaldı yuxarıda kos kvadrat alfa bölü mənfi sinüs kvadrat alfa. Kosinüsün sinüsün nisbəti kotangesi olduğunda mənfisi də var. Olur mənfi kotangesi kvadrat alfa. 32 variantı. Yani bilmeyen uşaqlar üçün də deyim ki, tangis alfa, kotangis alfa köhnə yazısı belədir. T2 alfa. C2 alfa. Yine yeni kitablarda belədir. Mən bu cür yazacağım. 32'dir. 33. 1 çıxaq. Orta məxədə getirirəm. Uşaqlar 1 plus sinüs alfa. Olur 1 çıxaq. 1 plus sinüs alfa. Orta məxədə çıxaq kos kvadrat alfa. Ve yukarıda 1 çıxaq kos kvadrat alfanın yerine sinüs kvadrat alfa yazsaq. Sinüs kvadrat alfa plus sinüs alfa. Aşağıda olduğu kimi yazsaq. Yukarıdan da təzdən gəlib sinüs alfanı çıxarsa mörtəzə qabağına. Qalır burada 1 plus sinüs alfa plus 1. Toplamların da yerini dəyişəcəm dəyişmir deyə. İxtisar gedir qaldı sinüs alfa. 33 B variantı. 34. Belə yaza bilər. Sinüs kvadrat alfa 1 çıxaq. Sinüs kvadrat alfa bizə verir kos kvadrat alfa. Əgər yer dəyişirsə bu olur mənfi kos kvadrat alfa. Bax bunun yerine yazdım. Kotangesinin yerine yazırım. Kos kvadrat alfa bölü sinüs kvadrat alfa. Üstə görə 1 çıxaq kos kvadrat alfa bize verir sinüs kvadrat alfa. Burada yer dəyişir olur mənfi sinüs kvadrat alfa. Tangis kvadrat alfanın yerine yazırım. Sinüs kvadrat alfa bölü kos kvadrat alfa. Ve buradan kos kvadrat alfalar ixtisar gedir. Ve sinüs kvadrat alfa qalxır yuxarı olur. Mənfi sinüs kvadrat alfa üstə görə. Burada sinüs kvadrat alfalar gedir. Mənfi qalxır yuxarı olur. Çıxaq kos kvadrat alfa. Burada mənfini çıxarsam sinüs kvadratı alfa plus kos kvadratı alfa. Bu deyir mörtədən içərisi 1 olur mənfi 1. 34 deyim. 35 0 90 arası 0 kiçikdir alfa kiçikdir 90. Sinüs alfa 5'te 4 ise tangesi alfanı soruşur. Düsturla da yaza bilərəm, düstursuz da yaza bilərəm. Məsəl üçün 2 qaydəni deyim, bir düz bucaqlı bucaqlı deyim. Alfa sinüs nəyə nisbətdir? Qarşı katetin 4'ün 5'e nisbətdir. 4 5'e göre de bu avtomatik 3 olur. Tangesi alfa nəyə bərabərdir? Qarşı katetin 1 kateti 4'ün 3'ü. Bu daha rahat. 36 sinüs alfa mənfi 5'te 1. 180 270 arası tangesi alfanı soruşur. Ümumiyyətlə 180 270 arası 3-cü rubl. 3-cü rubl tangis müsbətdir. Müsbət olduğuna göre biz avtomatik A'nı, B'ni, E'ni sildik. Qaldı ya C ya D. Ve onu da bir arki kimi yazsam. Alfa yazsam. Sinüs nəyə nisbətdir? Qarşı katilin 1'in hipotenuza 5'e. 1 5'e göre de aşağını tapıram ki x yazsam. X'in kvadrat plus 1'in kvadrat beraberdir. 5'in kvadratı. X kvadrat beraber 25 çıxaq 1. 24 o deyir 2 kök altı 6.
Tangents alfada karşı katilin yani 1'in kök katı 6. C. 37. Arc sinüs, sinüsün tersi. Sinüs kök katı 2 bölü 2 neçədə alır? 45'te. Arc sinüs kök katı 2 bölü 2 olur neçə? 45 derece plus. Kosinüs kök katı 3 bölü 2'ni alır 30'da. Arc kosinüs yani ona göre olur. 30 derece cevabı olur 75. 37 bir. Çok rahat derslerdi. Sadece düstur qaydaları bilmək lazımdır. Arc sinüs mənfi 1'i. Alır birbaşa mənfi pi bölü 2 qaydadır. Üste gerek. Arc kosinüs. Arc kosinüs olanda 2 cılar mən şagirdə öyrədirəm. Pi çıxaq. Kosinüs kök katı 3 bölü 2 neçədə alır? 30 derece. Pi bölü 6. Üste göre arc tangents 1'de ise pi bölü 4. Bu değil. Orta məxrəc değil. 6. 6 yoxdadır. 12. 12'de mənfi 6 pi. Plus 12 pi. Çıxaq 2 pi. Üste göre 3 pi. Bir 12'de 6 pi, 4 pi, 3 pi de geldi 7 pi. 38'de C varyantı. C yok. Yok 12'de 7 pi. C var. A varyantı. 39 tangents arc kosinüs. Evvelce kosinüs kök katı 3 bölü 2'ni neçədə alır? Pi bölü 6'da yani 30'da. Tangents 30'da da neçə alır? Kök katı 3 bölü 3 qiymətin bilən yazırlar. 39'da C. 40'da sinüs kvadratı 2 çıxaq kos kvadratı 2x. Burada ise düsturu bilmək lazımdır. Sinüs kvadratı 2 kosinüs kvadratı özümüzü çok da yormaya göre en rahatı yerine koymak da açış yazdı qoyabilirik. Pi bölü 6'da sinüs kvadratı pi bölü 6 çıxaq kos kvadratı 2 vura pi bölü 6. Bu da sinüs 30'da neçə alır bu? O demək sinüs 30'da neçə alır? 2'də 1. 2'də 1'in kvadrat demək. Çıxaq. Kosinüs 60'dır. Kosinüs 60'da yenə 2'də 1'i. Onun da kvadrat. Bu da 4'də 1 çıxaq 4'də 1 cavab 0. 40'a 1. 41. Pi bölü 12'ni qoyuruq yerine. Sinüs kvadratı 2 vura pi bölü 12 çıxaq. Kos kvadratı 3 vura pi bölü 12. Bu da sinüs kvadratı pi bölü 6 çıxaq kos kvadratı pi bölü 4. Sinüs 30 derecede 2'de 1 kvadratı çıxaq kosinüs 45'te kök katı 2 bölü 2 kvadrat. 4'de 1 çıxaq 4'de 2. Mənfi 4'de 1. 41'i 42 Qiymətlər çoxluğunu tapın. Əvvəlcə bunu sadələşdirək. Kos kvadratı x'in yerinə yazıram. 1 çıxaq sinüs kvadratı 2 bölü 1 çıxaq sinüs x. Bu da bize sürəti verir. Müxtəsər vurma soru. 1 çıxaq sinüs 8 1 plus sinüs 8. Qaldı 1 plus sinüs x. Burada da məsələ nədir? Məxrəcdə sinüs fərqlidir. Sinüs 1 çıxaq sinüs x fərqlidir 0'dan yazsam sinüs x fərqlidir 1'dən. Yəni biz sinüs 1 yaza bilmərik. 1 yaza bilməriksə burada maraqlı nə gəlir? Və sinüsün ən böyük qiyməti 1, ən kiçik qiyməti mənfi 1. 1 plus 1 yazıram bura 2. Bir də 1 plus mənfi 1 bura 0. 0 daxil olacaq amma 2 daxil olmayacaq. Niyə? Çünki sinüs 1'dən fərqlidir. Ona görə 2'ni almır. 42 cevabı. Buna çok dikkatli olaq. 43. Yine eyni bir proses. 1 çıxaq kos kvadratı x. 1 çıxaq kosinüs x. 1 plus kosinüs x. Kosinüs x'ler 7. 1 çıxaq. Kosinüs qaldıq. 1 çıxaq kosinüs x. Yine aşağıya göre kosinüs 1 plus kosinüs x. Fərqli 0 olursa kosinüs x fərqlidir mənfi 1'dən. Və burada olur 1 çıxaq 1'ə 1 qoyuram 0. 1'ə 1 çıxaq mənfi 1. Bu edir 2. 0 olacaq amma 2 daxil olmayacaq. Yenə eyni qayda. Çünki mənfi 1 daxil deyildi. 43 C variantı. 44 alfa plus beta beraber pi bölü 2 yani 90 derece. İkisinin qiyməti. Burada bir çevirmə üstüne istifadə edəcəyik.
Mesela buradan alfanı tapsam, alfa beraber pi bölü 2 çıxab beta. Ben sinüs alfanın yerine yazıram, pi bölü 2 çıxab beta. Çıxaq sinüs beta. Aşağıda cos alfanın yerine yazın, cos pi bölü 2 çıxab beta. Çıxaq cos beta. Burada mesela nədir? Sinusda 90 derecede ad dəyişir olur ve birinci rübdür. Birinci rübdə də müsbət kosinüs beta çıxaq sinüs beta. Aşağıda kosinüs yəni 90'da ad dəyişir olur sinüs. Sinüs beta çıxaq kos beta. Bunlar arasında fərq bilən yerlər dəyişir olur x-a gedir -1. 44'də variantı. 45. Sinüs 95, sinüs 145, tangents 65 aşağıdakinin hansı doğrudur? Sinüs 95, sinüs 145 bunlar ikinci rübdür. Bu ise birinci rübdür. İkinci rübdə olsa sinüslər müsbətdir. Baxaq. Sinüs 95 belə bir şeydir. Hamısını gətirək birinci rübdə. Sinüs 95'i yazaq. Sinüs 90 plus 5 kimi yazsa bu ad dəyişir olur kosinüs 5 derece. Sinüs 145'i de yazaq. 90 plus 55 kimi. Bu da kosinüs 55 deməkdir və ikinci rübdəyə müsbətdir. Mənfisinə baxmırıq. Kosinüs 5. Ümumiyyətlə kosinüs birinci rübdə kos 0 derecede. 1 190'da 0 edir. Azalan funksiya olduğundan kosinüs 5'in qiyməti kos 55'dən böyükdür. Yəni biz nə edirik? A böyükdür B'dən. Bu gəldi. Sonra ne geldi? Tangents 65 ve ikinci rübdə, birinci rübdə kosinüsdən tangentsi müqayisə edir. Kosinüs 30 derecede kök hatta 3 bölü 2 tangents 30 derecede kök hatta 3 bölü 3. Bu təqribən 1,7'ni 2'ye bölüm 0,8 neçə. Bu 1,7'ni 3'e bölüm. Bu 0,555. Demək kosinün qiyməti ondan da böyükdür. Ona göre de 45'te olur bizde. En böyüğü oldu bize. A böyütü B'den. Bu sözsüzdür. A böyütü B'den. Burada bir mesele ne geldi? Biz 30'larda müqayisədə eyni oldu. Yani kosinün qiyməti ondan böyük oldu. Ama tangents ümumiyyətlə birinci rübdə, tangents birinci rübdə. Tangents 30'da kök 3 bölü 100, tangents 45'te 1 var. Tangents birinci rübdə artandı. Tangensin də qiyməti kosinüsdən tam da dəqiq istəyirsinizsə, tangensin kosinüslə müqayisəsi gərək çevirməni bilək. Tangens kosinüsdən böyükdür. Bu bucaqlara görə tangens 30'da belə deyək də, tangens 65 90'a yaxındır və tangens birinci rübdə artandır deyə, artan funksiya olduğundan. Tangens 65 90'a yaxın deyə, burada qiymət böyükdür. Amma kosinüs 5 90'dan uzaq deyil, getdikcə azalır ya. Kosinüs azalan funksiyadır. Kosinüs 65'te, tangens 65'ten düzdür, böyük olacaq, amma bizə kosinüs 5'dir. İstərsən ona görə tangens daha böyük olur. Demək C böyükdür A'dan, o da böyükdür B'dən. Buna çox diqqətli olmalıyıq. Biraz qarışıq sualdır. Keçək 46-cı suala. 46-cı sualda sinüs 51 pi üstə gələk alfa. 51 pi plus alfa ümumiyyətlə dedim ki böyük 360'dan böyük olanda bölüyü 360'a. Burada da 360 yok 2 pi'ye bölü. 360 daxil 2 pi olduğundan 51 pi'ni bölüm 2 pi'ye. Qalıq eləyir 25 dərə düşür, qalıq eləyir pi. Demək bunun yerine yazacağıq sinüs pi plus alfa. Üstə gəlir. 50 pi'ni bölüm 2 pi'ye, qalıq 0'da. Onda 2 pi çıxaq alfa yazacağıq. Aşağıda. Burada mənfini çıxartsam qarşıya. Olur alfa plus pi bölü 2. Çıxaq. Kosinüs cüt funksiyadır, mənfidir. Sinüs pi plus alfa 3-cü rübdür və mənfidir. Ad dəyişmir. 180'də ad dəyişmir. Olur mənfi kosinüs alfa.
Sinüs 360 çıxar alfa. Bu da 4-cü rübdür. 4-cü rübdə də sinüs mənfidir. Yəni olur mənfi kos alfa yox. Ad dəyişmir. Mənfi sinüs alfa. Burada da ad dəyişmir. Olur çıxaq sinüs alfa. Gəldi aşağı. Burada mənfini atırıq qaba. Mənfi sinüs. Pi plus bölü 2 üstə gələ alfa eləyir. Çıxaq kos alfa. Yuxarı eləyir mənfi 2 sinüs alfa. Aşağı nə edir? 90 plus alfa ikinci rübdür. İkinci rübdə sinüs müsbətdir. Amma ad dəyişir. Olur mənfi kos alfa. Çıxaq kos alfa. Mənfi 2 sinüs alfa. Aşağı eləyir mənfi 2 kosinüs alfa. Mənfi 2'lər gedir. Sinüsün kosinüsə nisbəti tangis alfa. Tangis alfa TG yazdı. 46 edir. 47. 3 kosinüs kvadratı 4x funksiyasının en kiçik müsbət dövrünü tapın. Ümumiyyətlə yazdı saxlayın. Bir yaxlarsı yazdım elə yuxarıda. Kosinüslər olanda, kvadratlar olanda. Pi idi. Pi bölək yuxarıda yazdım. Bölək 4. 47'ye C variantı burada yazmıştım dersen dövrləri. Geçen sualda ise dövrlər qayda kimi yazmıştım. Bəli burada. Dövrlər qayda kimi yazmışım. Pi bölək modulda kal. Qırx 8'de en kiçik müsbət dövrünü tapın. Kvadrat olanda pi bölək 6 T1 yazdır. İkisi bir yerde verilir. Kvadrat sonunda 2 bölü 9. Aha bunlar necə tapırıq? İkisi bir yerde olanda ekobunu tapırıq. Ekob. Pi bölü 6 2 bölü 9. Ekob tapağını da yolun burada öyrədim sizə. Necə öyrədik? 6 ilə 9'un ekobunu tapırıq. Edir 18. 18'də 3 bu edir. 18'də bu edir 4 pi. İlkin məxrəci çıxardıram. 18'də 1 çıxardıram. Ortada qarşısına olur ekob. Qalır burada 3 pi 4 pi. Kəsir xəttinin ekob bu cür tapılır. Bu deyir 18'də 1. 3 pi ilə 4 pi-nin ekobu 12 pi. Burada da 12 ilə 18 6 yıxsa gedir. 3'də 2 pi. 48'də D variantı. 49. Funksiyanın qiymətlər soxulu tapın. İkisi bir yerdə veriləndə isə sinüsün kosinüs A sinüs K2. Üstə gələk A kos B kosinüs K2. Bucaqlar eyni olanda kök altında A kvadrat plus B kvadrat olur. Əmsallar kvadratlardan plus minus. Yəni 3'ün kvadrat plus 4'ün kvadrat. Kök altı 25. Ondan da çıxır plus minus 5. Yəni mənim 5 parçası. 49'da 1'dir. 50'nin sual. Hemen qayda burada da aiddir. Kök altı 4'ün kvadrat plus mənfi 3'ün kvadrat. Kök altı 25. En büyük qiyməti 5. En kiçik qiymət mənfi 5. 57. 51. Var çevrə üzərində pi bölü 3 radianlıq şuanın çevrəni kəsdiyi nöqtənin koordinatlarını tapın. Pi bölü 3 radianlıq. Var çevrə. Əvvəlcə baxın bunun bir dənə koordinat sistemi çəkir. Koordinat sistemin üzərində tam başa düşəsiz bunu. Var çevrə üzərində. Pi bölü 3 radi. Var çevrə nə deməkdir? Radisi 1. Radisi 1 olsun. Ve de ki pi bölü 3 radyanı. Pi bölü 3 radyan 60 derecelik. Ve 60 derece burası. Avtomat burada 90 derece. Burada ne olur? 30 derece. Radius 1. Onda 30 derecedir. Burada 2'de 1. Burada olur. Kök altı üst misli. 2'de 1'in kök altı üst misli. Kök altı 3 bölü 2. Koordinatlarını tapın. Kök altı 3 bölü 2. Bunun koordinatı 2'de 1. Bunun da koordinatı kök altı 3 bölü 2. Bak bu istersen. Birinci x yazılır. 2'de 1. O birisi kök altı 3 bölü 2. Birinci x yazılandı budur. 52'de. 5 bölü 6 radyanlık. Birinci buna baxa gör 5 bölü 6 radyanlık. Neçə dərəcədir? 5 vuraq 180 bölü 6. 150 dərəcə. 150 dərəcə olanda avtomatik gedir ikinci rübə. Güzel derece gedir 90 bura 60 da bura gelir çıxır 150 derece. Ve 150 derece olanda avtomatik 60 derece bura qalır 30 bura qalır 20 aşağı 60. Bura 1'dir yine var çevrədir. Bura olur 2'de 1
Bura olur kök altı 3 bölü 2. Bunun bu hissəsi kök altı 3 bölü 2 mənfi. Mənfi kök altı 3 bölü 2-dən 2-də 1. O da hansı variantdadır? 52 7 variantı. Keçək 53-cü suala. 53-cü sual şəkilə əsasın AB-ni tapın. Şəkil əsasın AB-ni 30 dərəcə buranı verib və bu 1 nə deməkdir? Vahid çevirə. Bunun bu hissəsi 1-dirsə vahid çevirə. Burada 1-dir. Bu çox rahat bir həlli var. 90 dərəcə yuxarı aşağı 90 dərəcə. 30 buradırsa bura avtomatik qalır. Burada 90 olduğuna görə bura olur 60. Və onda bura qalır 30 dərəcə. Bura 1'dir. Diqqətlə baxsaq görəsiniz bura 1'dir. Bura 1'dirsə 30 dərəcə bu qarşısına katet. Yəni OB olur onda 2. Bu 60 dərəcə bucaq qarşısına katet. Məsələn bura K desək. KB olur kök altı 3. Və KB kök altı 3 isə KA nə qədərdir? KA aşağı buradan bura 1'dirsə KA da 1'dir. Onda AB'miz nəyə bərabərdir? Həmən o kök altı 3'dən ümumi KB'dən çıxıram KA-nı. Kök altı 3 çıxaq 1. Əslində şəkil çox çətin şəkil oxşayır, amma çox rahat həlli var. 54'də də bu proses yenə yerinə yetəcək. Yenə bura 60 dərəcə, bura kök altı 3. Bu üç bucağa görə OB deyək, bura bir K deyək. OB K'ya görə. Bura kök altı 3'dürsə, buradan buradan kök altı 3'dürsə, onda KB olur kök altı 3'ün kök altı 3 məsələdir 3. Və buradan buradan OK kök altı 3'dür. Məsələn OM kök altı 3'dür, OA da kök altı 3'dür. Onda AB nəyə bərabərdir? Həmən ümumi 3'dən çıxıram kök altı 3'ün. 54'ci. 55. Şəkildə 5 eyni kvadratdan ibarət fiqur verilmişdir. Şəkil əsasən kotanges alfanı tapın. Burada da maraqlı nə var? Biz kotanges alfanı tapmaq üçün bizə vahid kvadrat deyirdi. 5 eyni kvadratdan ibarət fiqur. Yəni hamısını bir götürsək. İndi baxaq burada məsələ nədir? Alfaların yerini tapaq. Alfa bura, burada alfadır. Və bununla kvadrat olduğuna görə burada alfadır. Niyə? Çünki daxili çarpazdır. Alfa buradırsa bunun bir də bax bunun bu hissəsini uzatsaq. Bura alfadırsa bunun bu hissəsində alfa gəlib yaranır. Və bu hissə alfa yaranandan sonra bizə lazımdır ki, şəkil əsasən kotanges alfanı tapaq. Kotanges alfanı biz bilirik ki, hər damı 1'dir. Biz buradan tapa bilmərik. Buranı da tapdıq, amma burada kotanges alfa. Və bunu belə uzadaq, yaxşı çəkmişik. 1, 1, 2, 1, 1, 1. 5 bura, 2 də bura. Kotanges alfa, bax bu görün hansı üç budağı gördüyürəm. Mavini çəkdiyim mən. Bu üç budağa görə kotanges alfa bərabər bitişik katetin, yəni bu 2'nin qarşı kateti 5'in nisbəti. 55'e variantı. 56. 5 eyni yenə indi kosinüs alfanı soruşuyor. Bitişik katetin hipotenuza nisbəti. Bitişik katet. Baxın, bunu belə uzadırıq. Bir, 4 bura, 1, 1. Onda AB hipotenuzumuz AB'nin kvadrat beraber 3'ün kvadrat plus 4'ün kvadrat 25, o değil AB 5. Kosinüs alfa. Yani mesele nedir? Burada kosinüs alfanı tapaq. Alfa burada, burada değil. Bunun bu hissəsi alfadır. Qarşı tərəf, baxın, qarşı burada. Onda bu paraleliyə görə çarpacaq, bura alfadır. Onda kosinüs alfa bitişik katetin 3'ün 5'i. 56'dir. 57. Grafik verilen fonksiyon aşağıdaki hansıdır? Sıfırdan keçsə və sinusdur. 0 0 aldı.
Ona göre de bizde bu B variantı, D variantı gelir. Kaldı ya A, ya C, ya E. A, C, E. Sonra sinüs 270'te menfi 1 alır. 270'te alıp menfi 1. 270'te daha doğrusu bakın. 3 vuraq 90, 180, 270. 270'te 0 alır. Göre 270'te hansını 0 alır? Bucağı qoyaq yerinə. Bakın A variantında 2 vuraq. 270 bölü 3. 180 deriz. Sinüs 180'de 0. 10 göre birbaşa ile A variantı. Ama C'nin de yok olsa da alınmır. 58'de graf verilen 0 verine 1 alır. 0 verine 1 alan kosinüstü. Ona göre de bizde 58'de avtomatik A ile B, C'nin E'ni atır kıralı. Ya B'di ya D'di. Şimdi bak bu bucağa göre 2 pi bölü 3. 2 vurak 180 bölü 3. 120 derdi. 120 derdi olur kosinüs 3 vurak 120 bölü 4. Kosinüs 90 ile. Kosinüs 90'da ne ile? 0. Bəli. O da ne olur? B variantı. 58'de B. 59. Grafiği verilen fonksiyalardan 0 verende 1 alır. 0 verende 1 alır. Göre hansında alınır? Hamısı tangesi. Bakın 1 çıxar. Tanges 0. Tanges 0'da 0 alır. 1 çıxar 0 1. Ha. Demek bunlar hamısının tangesi 0'da 0 alır. Demek bu da olur. Bu da olur. Bu 0 verende bu da ödüyor. Hamısı ödüyor. Bir tane evet. Ama bir gitti. Kaldı ya A, B, C, D. 58'de ya A, B, C, D. Geldiğini sonra. Bir de burada var. Pi bölü 2'de 0 alır. Pi bölü 2'de. 1 çıxaq. Tangis pi bölü 2. Tangis 90'da təyin olmuyor. Çünkü niye? Sinüs 90 bölü kosinüs 90. Bu 1 bölü 0 deməkdir. Alınmır. Ona göre 1 çıxar tangis 90. Bu hiçbirinde alınmadı. Qaldı ya C ya D. 1 plus tangis pi bölü 2 bölü 2. Bu değil 1 plus tangis pi bölü 4. Bu da 1 plus 1 ile 2. Alınmadı, ona göre cevap D variantı. 59'dadır. 60. Grafik verilen fonksiyon aşağıdaki hansıdır? Yeni bir proses gelip çıkacak. 3 bölü 2'de 270'de 0 alır. 270'de 0 alır. Ümumiyyətlə kotanges tangesi var, kotangesi var. Kotanges 270. Kosinüs 270 bölü sinüs 270. Bu sıfırdır. Sıfırdır. Demek 1 çıxar 0 1. Ama burada kotanges 270'e 1. Bize ne alır? Kotanges 270'e 0 alır. Demek A gitti. Sonra menfi 1 plus tangens 270'e təyin olmuyor. Bundan bizim işimiz yoktur. 1 plus 270'i böldü 2'ye 135. 1 plus 135'te de bakın 1 çıxar. 1 plus tangens 135 ediyor. 1 çıxar 1 0. Bu ödeyir. Ama gel ikinciye bakaq göre. Pi'de ise menfi 1 alır. 1. Pi'de de 1 plus tangens pi bölü 2. Tangens 90'da da təyin olunmuyor. Ona göre bu olmaz. C de gitti. Variant 1 çıxar. Tangens yine 135. Bu da 1 çıxar menfi 1 elədi. Bu da 2. Bu da olmadı. Qaldı E variantı. Menfi 1 çıxar. Kotangens 135. Menfi 1 çıxar. Menfi 1 bu elir 0 düzdür. Bir de menfi 1 çıxar. Kotangens pi. Menfi 1 ödüyor. 60 E variantı bir variantlar çıxmanın anladıq. 61 trigonometri fonksiyonun en büyük kıymetini tapın. Topluda da bir sual var. 4 sinüs 8 üste gerek 3 kosinüs 8 tangens 8'den kotangens 8'in hasili 1 edir. Bunun da en büyük kıymeti 4'ün kvadratı plus 3'ün kvadratı. Biz deyirik burada 25. Bundan deyirik 5 çıxır. Ama biz 5'i götürəmərik. Yok 5'i götürür. Çünkü tangens 8 kotangens 8 sayıyor. 5'i götürür. Burada alınır. Mehret olsaydı olmuyor. 5. Burada en büyük kıymet 5. 60 ile sinüs x bırak. X'a gelecek burada. Bakın. Bırak kosinüs x bölü sinüs x.
Kosinüs x bölü 3. Burada 1 plus 3 verse en büyük kıymet 4. En küçük kıymet menf 1 plus 3 2. Bir de cevabı kıymetler çoxluğuna daxil olan 2 4 parçası deyək. En küçük tam kıymetinde ne 2'ni götürürük ne 4'ü götürürük. Sebep. Kotangens kosinüsün sinüsü nisbəti. Biz sinüsü ixtisar apardık. Sinüs daha ixtisar aparanda neye uygun ixtisar aparırıq? Sinüsün sıfıra çevirdiği kıymet. Biz kosinüs x'in yerine 1'i ne zaman koyuyoruz? Kosinüs 1'i alır sıfırda. Kosinüs sıfırda, sinüs sıfırda ise sıfırda. Sıfıra bölməməli olmaya göre bak burada demek kosinüs sıfırı farklı olacak. Həmçinin kosinüs mənfi 1'in içine alır 180'dir. 180'dir mənfi sıfıra çevirme olur diye. Ona göre farklı götürürük. Her bir farklı götürüne göre olur 2-4 aralığı. Orada da en küçük tam kıymet 3. Dikkatli olun bu tip sorulara. Burada fonksiyonun en büyük kıymetini tapın. Bunun en güzel gaydası n'in tapa n düsturu var. 4ac çıxaq b kvadrat bölü 4. 4 vuraq a'sı bu ne karşısına gəlmişsə kvadrat yani vuraq 1 vuraq 7 çıxaq 4'ün kvadratı bölü 4 vuraq 1. 28 çıxaq 16 bölü 4. 12 bölü 4 bölü 3. En büyük kıymeti 63'te 3 yazabilirdik ama burada bir mesele var ki burada bir gayda var ki kvadrat denizde bu 3 bunun en küçük kıymeti bx plus c. Eğer diğer ki a sıfırdan büyükse n bunun en küçük kıymeti. Bu tapdığımız ürünün en küçük kıymeti. Bəs en büyük kıymet hardan tapacağıq? Kəndinin kvadrata ayırma qaydası. Mesela t kvadrat çıxaq 4t plus 7 necə ayırırıq? T çıxaq 2'nin kvadratı funksiyona bölməsi bunun qaydasını izah eləmişim. 4'ün üstüne bu iri plus 4 alınmalıdır. Üstüne 3 gəlsək. Şimdi bu olur kosinüs 2 çıxaq 2'nin kvadratı plus 3. Şimdi burada ise kıymet koyuruq yerine 1 mənfi 1. 1 çıxaq 2'nin kvadratı plus 3 bölü 4. Bir de mənfi 1 çıxaq 2'nin kvadratı plus 3. Bu da 9 plus 3 12. En büyük kıymeti 12. Dikkatli olun buna. 64. İndi yeni proses en küçük kıymet soruşuydu. Burada yeni tapırsak a sıfırdan büyük bəsilir. 4 vuraq 9 vuraq 1 çıxaq 12'nin mənfi 12'nin kvadratı. Böyle 4 vuraq 9. 180 çıxaq 144 bölü 36. 1. En küçük kıymeti 1. 65'te fonksiyonun en küçük müsbət dövrünü dedik kvadrat olunca t beraberdir. Pi bölü modulda pi o da 1. 66. Fonksiyonun en küçük dövrü tangensdə kotangensdə. Eğer bizde kvadrat yok idi biz tangens kvadratı alfanı kosinüse çevirsek buradan tangens kvadratı alfa beraberdir 1 bölü kos kvadratı alfa çıxaq 1 ile yazsa. Kotangensdə de kotangens kvadratı alfada da olacaq 1 bölü sinüs kvadratı alfa çıxaq 1 yazsaq. Gene yazaq problem yok. Birinci yerine demek 1 bölək kos kvadratı 3 pi x plus 1 çıxaq 1 üstə gələk. Bu da 1 bölü sinüs kvadratı 2 pi 2 çıxaq 1 çıxaq 1. İndi bunların dövrünü tapanda t1 yaxşı kimi kvadrat onu pi bölü 3 pi t2 bir 3'te 1 t2 pi bölü 2 pi x'in qarşısına bu da 2'de 1. Bunların dövrünü necə tapırdıq? Əkobla. Əkob 3'te 1 2'de 1. Gəlin kəsirin əkobunu tapaq yenə edək. Əkob 3'dən 2'nin əkobu 6'da 2 6'da 3. 6'da 1'i çıxardıram qarşıya. Əkob qalır burada 2 ilə 3. Yenə 2 ilə 3'ün əkobu 6 o da 6'da 1 vuraq 6 o da 1. Keçək 67'ye 0'dan 90 derece arası sinüs alfa 5'te 3.
Sinüs alfa 5'te 3'te kos kvadrat alfa beraber. 1 çıkar sinüs kvadrat alfa olduğundan. Bu da 1 çıkar 5'te 3'ün kvadratı. 1 çıkar 25'te 9. Bu da 25'te 16. Onda sinüs alfa kos alfa beraberdir. 5'te 4. Ve bunların cəmi 5'te 7 o da 1 tam onda 4. 67 1 tam 14 68. Pi bölü 2 ile pi arası 180 ile 90 ile 180 arası ikinci rüb. İkinci rüb sinüs müsbət ama kos mənfidir. Yani kos kvadratı 5'te 3 bir yana taptı sinüsü 5'te 3'te kosu 5'te 4 ise kos alfası ikinci rüb olduğu gibi mənfi 5'te 4. Çünkü kosinüs ikinci rübdə mənfidir. Orada 1 çıxar 5'te 4. 5'te 1 o da 0,2. 69. 2 sinüs mənfi 600. Mənfini atır qabağa. Mənfi 2 sinüs 600. Bura kosinüs 570. Sinüs 600 yazırıq. Mənfi 2 sinüs 360'ın üzerine neçə gələcək? 360'a bölüyor 600'ü. 1 qalır 240. Demək bu sinüs 240 deməkdir. Bura kos 570'i də 360'a bölünür qalır olur 210 derece. Mənfi 2 sinüs 180 plus 60. Bura kosinüs 180 plus 30. Şimdi baxaq. Üçüncü rübdə sinüs mənfidir. Olur mənfi 2 vuraq. Mənfi sinüs 60. Kökatlı 3 bölü 2. Bura kosinüs 30. Üçüncü rübdə kosinüs 210'da üçüncü rübdə mənfidir. Ad dəyişmir. Alma olur mənfi kosinüs 30 derece. Yani o da neçədir? Mənfi kökatlı 3 bölü 2. Kosinüs 210 kosinüs 30'un qiyməti mənfisini attık karşıya. Burada da mənfi oldu. Demek yazdık burada kosinüs 210 derece mənfi. Üçüncü rübdə mənfidir. Bunun %100. Sinüs 240'da da mənfidir. 2 mənfi burada müsbət edəcək. Sadəcə 2 ilə bu 2 gedir. Qaldı. Mənfi burada var. Kökatüsü vururam. 3 bölək 2 eləyir. Burada mənfi 1,1. Sadəcə niyə burada belə alfa var? Çünki yalnız cavab sualdır. Yəqin burada mənfi 600 olmamalıydı. Sinüs ilə 600 olmalıydı. Bu mənfi olmamalıydı ki cavabı yəqin 1,5. Orada səhv ediblər. Yəqin növbətini yaşırdı düzəldirlər. Tangis mənfisi atır qarşı mənfi tangis 10 bölü 3. Onu da belə deyək. 10 bölü 3'ü belə yazsaq 3 dəfə 3 tam 3'də pi eləyir. Sonra bu da vuraq mənfi kotangis 10'da yazsaq 2'də 2 tam 3'də pi. Dediğimiz kimi bucaqlarda çevrə də bilirik, problem yoxdur. Bu tam hissəsini atırıq, qalığını götürürük. Mənfilər də gedir. Qaldı tangis pi bölü 3. Vuraq kotangis pi bölü 3. Bu deyirik bizə nə verir? Əslində bu 1 verir birbaşa. Bucaq da qoysa yerinə cavab alınır 1. Çünki tangis alfa vuraq kotangis alfa 1. Əziyyətə qarşı kanala abunə olub paylaşmayı unutmayaq. Hər bir şagirdimiz yararlana bilsin. Çalışdığımız qədər video izahlarının hamısını çəkəcəyik. Növbəti izahları səbirlə gözləyin. Çalışdığımız qədər günə bir izah təklif ediləcək. Sağ olun uşaqlar.